Dövlət ipotekasına yararlı paket qutçalı əla bir 3 otaqlı həyət evi çəkib göstərirəm. 4 tərəfdən cüt kubiklə inşa olunub, 40-40 təməl üzərində və mərtəbənin yekunda beton kəmər atılıb. Bir maşınlıq həyət yanı sahəsi var. Bu hissədə də əlavə yer qalır. Onu da vurğulayım ki, geniş məhəllənin kənarında da 40-40 təməl üzərində inşa olunub, qazın, suyun, işığın fasiləsi olduğu bir ərazidir. Mərkəzi kanalizasiya var bu ərazidə. Giriş qapısı da bu qaydada da ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Hörmətli izləyicilər, videonu izləmədə qalın. Bütün məlumatları nəzərinizə çatdıracağım. Bizə dəstək olmaq üçün videonu bəyənib paylaşmağı unutmayın. Həmçinin öz fikirlərinizi də rəy bölməsində yazmağı unutmayın. Eyni adlı kanallarımız mövcuddur. Instagramda, TikTokda, YouTube'da və s. və ilaxır bizə dəstək olmağı unutmayın. Deməli, bura evimizin qonaq otağıdır. Hardasa 25-30 kvadrat metrlik bir qonaq otağı mövcuddur. Kondisioner və TV xətti çəkilib, çox səliqəli formada təmir olunub. Hündürlük hardasa 3.20 mövcuddur. Kifayət qədər hündür, tavan hündürlüyü çox yaxşıdır. Burada yerləşir evin sanuzeli. Burada yerləşir yataq otaqlarından biri. Ev masa hazırda 6 nömrəli məktəbin yaxınlığında, metroya gedən 569 nömrəli marşrut yolunun 100 metrliyində yerləşir. Qaz, su, işıq fasiləsizdir. Mərkəzi kanalizasiya var. Burada evin mətbəxidir. Bir daha xatırlatma eləyim. 40-40 təməl üzərində inşa olunub. 4 tərəfdən cüt kubiklər və mərtəbənin yekunda beton kəmər atılıb. Start qiymət 65 min əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.